Mən prosta düz yollamamışam. Onu kimdirsə deyər, güya Qabillə birləşmək. Mən natiqi səhv yollamışam. Mən indi baxdım. Qabil kimdir ki, biz onunla birləşək? Bu Qabil təklif irəli sürün. Qabilin Azərbaycanın bu quruculuğunda, Azərbaycanın hansısa bu haqq ədalət yolunda hansı bir əməli var? Heç bir əməli də yoxdur. Hansı əməli var? Qabil təhqirə layiq, təhqirə lamiz, yəni ağzına açanda söyüşün biri bir qəpiyə. Mən milli müqaviməti niyə sevdim, niyə seçdim, niyə bəyəndim? Öz fikrimi, öz мнениямı deyirəm. Mən burada bir dənə üzr istəyirəm ifadəmə görə, qadınlar da, ağsaqqallar da məni bağışlasın, az da yaşım yoxdur mənim. Yəni bir dənə burada S hərfindən söz eşitmədim. Qalan harda olursan, canlıya çıxırsan, hamısı biri bir qəpikdir. Ona görə mən sevdim, buraya gəldim, seçdim, buraya gəldim. Həm də Rıza bəy Səfərsoy sözünü demiş, belə deyim də partiya başqanıdır. Salam mələkəri, vaxtınız xeyir olsun. Mən başa düşmürəm. Hələ burada bir təklif sürür, gəlin Qabillə birəntə olaq, gəlin. Niyə Qabil təklif sürmür ki, gəlin Rıza bəylə birləşək? Biz öz ismimizdən kiməsə yıxılasıyıq mı? Sən mən Qabil bizə bir addım gəlmirsə, biz niyə ona bir addım getməliyik? Bu bir. İkincisi də nəyə görə biz birləşməliyik? Hamımız Rıza bəy Səfərsoyun yanında, Rıza bəy Səfərsoyun arxasında, Rıza bəy Səfərsoyla kürək-kürəyə durub Azərbaycanın haqqı, ədaləti uğrunda mübarizə aparmalıyıq. Nə Qabil, nə kim. Hazır qoy Qabil bizə birləşsin. Mən bu Milli Müqavimət kanalında, qrupasında bir nəfərin şəklini gördüm və səsinə qulaq asdım. O insanı siz tanımısınız. Mən özüm Gəncə şəhərliyəm, Qarabağ əliliyəm, 1-ci Qarabağ müharibəsinin qazisiyəm. Ukraynada, Xarkov şəhərində müalicə alırdım. Bu insan başqa bir insanın vasitəsilə tanış olmuşam. Qazaxlıdır. Qazaxlara mənim böyük hörmətim var. Qazaxdan alimlər, igidlər çıxıb. Bu gün də var, şükürlər olsun. Mənim yaxın dostlarım da var Qazaxdan. Bu Qazax əhlinə, Qazax cəmiyyətinə üz qarasıdır, həmən bu gədə. Bu insan demək də adam biraz çətini çəkir, iki ayaqlı bir məxluq. Xarkovda yaşayıbdı. Mən də Xarkovda, Balnisiyada müalicə alırdım. O 1-ci Qarabağ müharibəsinin. Onsuz da əziyyətlərini hər bir adam çəkir, orada döyüşən insanlar. İstəmirəm uzun bu söhbət edeyim. Mən Balnisiyada yata-yata mənim pulum olubdu bunda. Mənim pulumu götürüb qaçmışdı. Tək mənim yox. Xarkovda bir neçə nəfərləri mal alıbdı hamısından. Satıb pulunu göyə verəcəkdi. İndi adətdə də millət-millətə köməklik eləyir. Bir-birinə aparmalı sat, pulu sonra gətirərsən. Onların insanlığından, kişiliklərindən, mədəniyyətindən istifadə eləyib bu. Baxın pullarını elə malı satıb pulunu verməyibdi. Qaçıb gedibdi. O cümlədən də mənim dərman pulumu. Deməli bunun ailəsi xaricdə yaşayır. Çünki müharibə düşəndə bunun ailəsi də Gürcüstanlıdır. Allah hamısını sağ eləsin. Mən onun ailəsi haqqında heç nə deyə bilmərəm. Ailəsi də xanımı, yəqin ki, hansısa da bir gözəl bir ailənin qızıdır, xanımıdır. O haqda heç kimin pis söz deyə bilməz. O düzgün deyil. Çünki bizim mədəniyyətimizə də uyğun gəlmir o, nə də tərbiyəmizə. Amma bu əxlaqsız, bu tərbiyəsiz iki ayaqlı qrupalara daxil olub, qalxın ayağa Azərbaycan, birləşək, belə bir şüarlar işlədir. Siz başa düşməlisiniz ki, bu Qazaxda həbs olunubdur. O vaxt Azərbaycan Xalq Cəbhəsi devrində hansısa da qrupalarda olubdur bu, dəstədə olubdur. Deməli, əgər yadınızdadsa da həmişə belə bir söhbət olurdu ki, qışqırışırlar, erməni gəldi, qaçın. Yazıq kənd cəmiyyəti də, sakit əhali kənd rayonu boşaldıb qaçırdılar, heç nəyə götürə bilmirdilər. Həmən o şüarı qışqıran bunlar olubdur, bunların dəstəsi olubdur. Cəmiyyət kəndi rayonu boşaldandan sonra bunlar girib xalqın mal qarasını, evin əşyalarını oğruyurlarmış. Onun üstündə də həmən bu gədə tutulub həbs olunubdur. O maddə ilə. Deməkdə məqsədim odur ki, ehtiyatlı olun bu iki ayaqlıdan, bu məxluqdan. Onu yaxın salmayın. Kimə nəyə çatmır, həmişə ondan çox danışır. O qeyrətdən, kişilikdən danışır. Onda qeyrət, kişilik yoxdur. Onda qeyrət, kişilik olsaydı, birinci, mən Qarabağ qazisi, mənim dərman pulumu götürüb qaçmazdı. Oradakı Azərbaycanlardan mal götürüb satıb, pulunu verməyib qaçıbdı. Yəni, çox sübutlarım var əlimdə. Bu Zakarpatiya gedib ki, Zakarpatiyadan da bilirsiniz ki, Qranisada, Avropaya, oradan keçmək istəyibdi ailəsinin yanına. Nəsə, o Şamxordan cavan oğlanlar var, Allah hamısını sağ eləsin. Onlarla əlaqə mən saxladım. Onlar bunu tutub orada saxladılar. Məni dəvət elədilər, mən də getdim ora. Bəli, onu orada cəzalandırdılar.
Dostlar, üzr istəyirəm. Bu haqda söhbət elədim bu gəda haqqında. Adı Vüqardır. Adı Vüqardır. Tanıyasınız. Şəkli də var. Şəkli də göndəriləcəkdir. Dəqiq baxın. Bu belə bir məxluqları kurpaya yaxın qoymayın. Heç kimin əlaqəsi yox. Tanımayanlar ona haqq qazandırırlar. Yəni ki, sən düzgünsən, güya onda bir qeyrət var, kişilik var. Onda qeyrət, kişilik olsa, haykü salıb cəmaatı Kətman rayonundan qoylatdırıb, sonradan girib xalqın malını oğramazdılar və onunla da o maddə ilə də həbs olunubdu. Və Qazaxda öz xalasını banka saldırıbdı. Bankda xalasının adına pul götürüb, onu da götürüb qaçmışdı. Yazıq xalası pensiyasından banka pul ödəyirdi. Bu